Müharibənin nəticələrinə üç tərəfdən baxaq. Ərazi, əhali və iqtisadi. İlk olaraq ərazi gəlir. Burada hər şey çox rahat gözə çarpır. Müharibə nəticəsində ölkə ərazisinin 38%-ni itirdi. İndi bu ərazilər müasir Argentinanın Formosa və Misiones, Braziliyanın Mato Grosso əyalətləridir. Günün sonunda Paragvay dünya okeanına çıxışı olmayan yeganə Latın Amerikası ölkəsi kimi qalmağa davam edir. Əhali itkilərinin isə vəziyyəti daha qəliz, həm də daha dəhşətlidir. Əsas problem müharibədən sonra itkilərin ölçülməsi idi. Xəstəlik və səfalətə görə ölən sivillərin düzgün hesablanmaması uzun müddət vəziyyətin ağırlığını ölçməyə qoymayıb. Söhbət 19-cu əsrdən gedir. Normal statistika və əhali qeydiyyatı dövlətlər tərəfindən təzə-təzə tətbiq olunurdu. Buna görə də Google-a baş vuranda çıxan ilk rəqəmlər o qədər absurdca böyükdür ki, inandırıcılıq itir. Əhalinin 70 ya da 80%-dən çoxu həlak olub, kişilərin 90%-i ölüb və s. Amma mainstream mediadakı çıxışlar arxa plana atılsa necə olacaq? Müasir demoqrafların araşdırmalarından bir nümunə nə deyir? Əhalinin 8,7%, bəlkə mediadakı qədər məhv olma səviyyəsinə çatmasa da, itkilər dəhşətlidir. Əhalinin 8,7%-i bilirsiniz nə deməkdir? Elə bilin ki, Azərbaycan müharibə edib, ümumi olaraq 800 min insandan çox itki verir. Bu rəqəmlər belə soyqırım deməkdir.